Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve barak ala abdihi ve rasulihi Muhammed ve ala alihi ve sahbihi ecma'in emmə ba'd. Allah subhanahu ve ta'ala öz mübarək kitabında buyurur: Ya eyyuhellezine amenu la təxunullaha və rasul. Ey iman gətirənlər, Allah və Rəsuluna xəyanət etməyin. Allah və Rəsuluna xəyanət etməyin. Allah və Rəsuluna xəyanət necə olur? Yəni, insan necə edə bilər Allah və Rəsuluna xəyanət? İbn Abbas radiyallahu anhu bu ayənin təfsirində buyurur ki, Allah və Rəsuluna xəyanət, yəni Allahın əmirlərini və qadağanlarını zay etmək Allah və Rəsuluna xəyanət etməkdir. Yəni, əgər sən Allah təbarəkə və tealənin və həmçinin Rəsulunun əmirlərini icra etmirsənsə və qadağan etdiyi şeylərdən çəkinmirsənsə, deməli sən Allah və Rəsuluna xəyanət edirsən. Yəni, insan, mömin qorxmalıdır, yəni məsələ təhlükəlidir. Allah və Rəsuluna xəyanət etməməlidir. Ona görə Allah və Rəsulu nə əmr edibsə, dərhal onu icra etməlisən, yerinə yetirməlisən və Allah və Rəsulu nədən çəkindiribsə bizi, nəyi qadağan edibsə, dərhal ondan uzaq dayanmalısan. Hətta Allah və Rəsuluna xəyanət edən sayılmayasan. Bundan əlavə, bu təqvanın özüdür. Təqva, yəni deyəndə ki, təqvalı ol, Allahdan qorx, təqvalı ol, həmin bu məsələdir. Yəni, təqva Allah və Rəsulunun, yəni Allahın əmrlərini icra edib, qadağan etdiyi şeylərdən çəkinməkdir. Yəni, təqvanın ən düzgün və ən dəqiq tərifi Allahın əmrlərini icra edib, qadağan etdiyi şeylərdən çəkinməkdir. Yəni, kimin təqvası çoxdur deyəndə, sən təqvalısan, sənin təqvan çoxdur, necə bilmək olar kimin təqvası çoxdur? Baxırsan, o insan Allahın əmrləri və qadağanlarında hardadır. Yəni, onun miqdarında insan təqvalıdır. Və sonda bir məsələni qeyd edim, insan öz təqvasının miqdarında Allah yanında ucalar. Yəni, bunu yadda saxlayın. İnsan öz təqvasının miqdarında, ölçüsündə Allah yanında qiymətli, dəyərli və kəramətli olur. Allah yanında, əziz müsəlmanlar, başqa yolla yaxşı olmaq olmur. Yəni, sən heç vaxt Allah yanında heç bir şeylə yaxşı ola bilmərsən, yalnız təqvadan başqa. Bunu haradan bilirik? Allahın kitabından. Allah subhanahu və teala buyurur: İnnə əkramakum indallahi ətqakum. Həqiqətən sizin Allah yanında ən hörmətliniz, ən qiymətli, kəramətliniz kimlərdir? Ətqakum. Sizin ən çox təqvalı olanınızdır. Fikir verin. Yəni, Allah yanında başqa yolla ucalmaq olmur. Allah yanında başqa yolla Allaha gedib çatmaq olmur. Heç kim iddia edə bilməz ki, mən Allahın gözündə yaxşıyam, Allah yanında yaxşıyam, Allah məni sevir, əgər təqvalı deyilsən. Yəni, Allaha çatmaq üçün, Allah yanında qiymətli olmaq üçün, Allahın sevimlisi olmaq üçün mütləq təqvalı olmalısan. Çünki Allah deyir ki, həqiqətən sizin ən qiymətliniz Allah yanında, ondan ən çox qorxanınız, ən çox təqvalı olanınızdır. Və təqva dedik ki, təqva, yəni Allahın əmrlərini yerinə yetirib, qadağan etdiyi şeylərdən çəkinmək. Bax, insan bunun miqdarında öz təqvasını bilir və öz Allah yanında məqamını, dəyərini bilir. Və bununla kifayətlənirəm və Allah subhanahu və teala istəyirəm ki, bizi həqiqi, təqvalı olanlardan etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.